Təmirinə söz ola bilməz. Həqiqətən də çox gözəl, çox səliqəli və yaxşı təmirli, keyfiyyətlə inşa olunmuş, satışda az sayda olan evlərdən biridir. Hörmətli izləyicilərimiz, sizlərə 46 min manata çox gözəl, evin də torpağın da kupsası olan və marşrut dayanacağına yaxın 2 otaqdan ibarət olan bir həyət evini təqdim edirəm. Deməli, gəlin sizlərə ümumi proyekti evimizin giriş hissəsindən izah edim və irəliləyən dəqiqələrdə sizlərə ümumi məlumatı çöl fasad görünüşündə çəkib təqdim edəcəm. Deməli, evə daxil olduqda, baxın, belə bir giriş hissəsi var. Burada şkaf üçün, qardırob üçün yer saxlanılıb. Döşəməsi vaskalı laminatdır. Çox gözəl, çox səliqəli bir evdir həqiqətən də və ən əsası kubik tikilidir. Kubikdən istifadə olunub, fundamental tikilişə malikdir, mərtəbə sonunda kəmər atılıb, fundamenti var, yerdən kösöylü və zirzəmisi var. Və böyük üstünlüklərdən biri bütün otaqlara işıqlı pəncərəsi var. Bu təqdim etdiyim ev satışda çox qalmayacaq. Bu qiymət aralığında ola bilər ki, satışda ev çoxdur. Sadəcə buna bənzər, bunun kimi ev satışda çox az sayda qalır. Yəni bu təmirdə, bu keyfiyyətdə doğrudan da yoxdur. Baxın, belə bir gözəl bir qonaq otağı var. Evin qapısı, aboyu və laminatı, rəng çalarları elə seçilib ki, bir-birinə tamamlayır. Yəni boğucu, sıxıcı bir ev deyil. Həqiqətən də çox gözəl bir evdir. Lüstürünə kimi bağlanılıb, kombi xətləri çəkilib, qazı, suyu, işığı, mərkəzi kanalizasiyası var. Qeyd edim ki, bu ərazidə su fasiləsizdir. Nəzərinizə çatdırım ki, əlavə olaraq ev sahibi tərəfindən bonus kimi hamamın aksesuarları alınıb, bağlanıb, tam hazır şəkildə sizlərə təhvil veriləcək. Baxın, belə bir geniş mətbəxi var. Mətbəxi koridorda saxlanılmış ki, mətbəx geniş qalsın və mətbəx doğrudan da genişdir. Mətbəx arası kafel vurulub, mətbəx mebeli yığılansı betonlanıb. Baxın, bu hissədə isə yerləşir bizdə yataq otağı. Təmiri doğrudan da yaxşı. Yəni 2 otaqlı evlərin içərisində ən yaxşı təmir olan evlərdən biridir. Bu təmirdə hal-hazırda satışda bu qiyməti 2 otaqlı ev yoxdur. 46 min manatdır. Yəqin ki, qiymətdə razılaşma olacaq. Təbii ki, evin hər iki tərəfi yoldur. Baxın, bu hissəsi də yoldur, ön hissəsi də yoldur. Belə bir kiçik xudumanı həyət yanı sahəsi var. Küçəsi enlidir, rahat şəkildə avtomobil saxlaya bilərsiniz. Baxın, burada zirzəmisidir, qoşa daşdan tikilib, mərkəzi kanalizasiyanın trapı, çölə baxan pəncərələr şəbəkə pəncərədir. Gəlin sizlərə küçə görünüşünə təqdim edeyim. Baxın küçəsinə. Belə bir xarici fasad görünüşü var. Və bir daha da qeyd edim, dəyərli izləyicilərimiz, ünvan Masazır qəsəbəsi 6 saylı məktəb yaxınlığı 569 nömrə marşrut dayanacağından 100 metrlik məsafədə belə bir gözəl bütün kommunal xətləri daimi olan internetdə kimi, baxın, qapısının önündə, başının üzərində olan bir həyət evi satılır. Küçəsi enlidir, qiymət 46 min manatdır, sənəd kupçadır.